Sən elə bilsən ki, mənə ilişməklə, mənə söz atmaqla qabağa gedəsən. Amma sən heç vaxt qabağa getməyəsən. Eləcə yerində sayarsan. Çünki sən haqq bilməzsən. Sən qədir, qiymət bilən insan deyilsən. Sən xanımsan, mən sadəcə olaraq dünən mən evdə ağbirçək arvad, 80 yaşında nənəm və anam bizim nəsil əqrəbə böyükdür. Sən, onların sənin hörmətin mənə efirdə elədiyin hörmətsizliklə uyğun gəlmir. Sən bundan belə mənə 100 dəfə də desin, mən duyet oxuyum sənə, sən oxumaram. Sən mənə ilişmə, mənim geyinmə nə olub ki? At familiyam var, burada yazırmışam, 1000 manat mən kostyumuma pul verib işləmişəm. Amma sənə kimi açıq saçıq mən geyinib, efirdə gəlib özümü haramsa görsətmirəm. Mən yenə deyirəm, səslənirəm sənə, axırıncı dəfəniz olsun ki, mən oturduğum yerdə, mən kiməsə ilişmirəmsə, mənə bu camiyədə, bu sənət aləmində mənə söz atmayın, mənə ilişməyin. Sizə ağır söz deyərəm, mən başım gedəndə gedir. Boy dədəm. Yox, sabah sən çıxıb efirdə yenə də Ülviyə çıxacaq efirə, ona deyəcəklər Pünhamı de, mən demişəm də sözümün də ağasıyam. Mənə ilişmə. Mən çünki səndən o söhbəti ona görə demişəm ki, Ülviyə imkan vermir. Canlı oxuyursan, özün atır ortaya. Söhbət eləyirsən, belə söhbət eləyirsən, sənin sözünü kəsir. Hər dəfə mən bunu deyəndə ki, Ülviyə eləmə də onu, başa dönüm. Mən səndən başqa heç nə istəmirəm. Sən mənə hörmət qoycunan, mən də sənə hörmət qoyum. Bu nəfəs mənə hörmət qoymasa, mən buna necə... Hə, bu mənə hörmət qoymasa, mən buna necə hörmət qoyum ki? Bu sağ olsun ki, mənə hörmət qoyur, mənə 1 addım gəlir, mən ona 5 addım gedirəm. Mən Ülviyyənin anasını da əllərindən öpürəm ki, o insanın, mən çörəyini də yemişəm və əllərindən də öpmüşəm. Amma çıxıb efirdə sən durar tutma, mənim şəklimi görsədirlər efirdə, durar tutma sən mənə ilişirsən ki, sən Pünhan deyir, səhnə mədəniyyəti yoxdur və sən istəyirsən ki, mən sənə... Buradan 24 saat yol getmişdi ya maşında. Mən hörmətsizlik eləsəydim, mən qanacaqsız, əxlaqsız bir insan olsaydım, mən onda sənə söz də atardım, artıq hərəkətlər də eləyərdim. Mənim kişiliyimə yaraşan hərəkət deyil. Mən durar tutmaz sənə nəsə söz atam və sənə nəsə artıq əski söz deyəm. Mənə ilişmə, mənim quyruğumu tapdama, cavabı da aldım.